Bugünkü verilişimizin ilk qonağı elə verilişin müəllifi və aparıcısıdır. Nəsbə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Açığı bu dəfə qonağım mən özüməm. Çünki ilk mövzumuz HR-dır. Mənim də yolum məhz HR-da başlayıb. Nəsbə xanım, HR olmaq qərarını necə verdiniz? Əslində mən həmişə deyirəm ki, peşəni dəyişmək üçün heç vaxt gec deyil. 2006-cı ildən müxtəlif sahələrdə işləmişəm. Otel biznesi olub, satış olub, layihə idarəçiliyi olub, telekommunikasiya sahəsi olub. Amma bir gün anladım ki, mənim güclü tərəfim insanlardır. Yəni insanları anlamaq, onları inkişaf etdirmək. Elə o anda qərar verdim ki, mənim yolum elə HR-dır. HR sizə görə nədir? Əslində HR sadəcə işə götürmək deyil. İnsan resursları dediyimiz insanla şirkətin arasındakı körpüdür. Biz insanı işə düzəltmirik. Biz insanı şirkətə uyğunlaşdırırıq. Onun potensialını görürük, inkişafı üçün mühit yaradırıq və s. Nəsbə xanım, HR, HRBP və HRD arasında fərqlər nədir? İnsanlar tez-tez bu anlayışları qarışdırırlar. Bəli, çox maraqlı sualdır əslində. HR ümumi insan resursları mütəxəssisidir. O işə qəbul, təlim, performans, motivasiya kimi əsas proseslərlə məşğuldur. Rekruter HR-ın içində bir istiqamətdir. O yalnız işə qəbulla məşğuldur, CV tapır, müsahibə aparır, namizəd seçir və s. HRBP isə Human Resources Business Partner və ya insan resursları biznes partner artıq strateji tərəfdaşdır. O rəhbərliklə bir masada oturur, şirkətin biznes qərarlarında birbaşa iştirak edir. HRD isə Human Resources Director isə artıq bütün HR strategiyasına cavabdeh olan şəxsdir. Onun işi təkcə insanlarla yox, həm də sistemlərlə bağlıdır. Sizcə HR hansı istiqamətə doğru inkişaf edir bu gün? Əslində bugün HR artıq ofis meneceri deyil, strateji oyunçudur. Süni intellekt, analitika, data ilə işləmək, employee experience dediyimiz bunlar artıq yeni HR-ın əslində əsas hissəsidir. Əgər HR dəyişmirsə, o bugün HR gələcəyi deyil. İnsanlar çox vaxt HR haqqında yanlış təsəvvürlərə malik olurlar. Ən çox rast gəldiyiniz mif hansıdır? Birincisi elə bilirlər ki, HR sadəcə işdən çıxarır. Bilmirəm niyə. Əslində HR-ın məqsədi heç kimi işdən çıxarmaq deyil, əksinə insanı saxlamaqdır. İkinci mif isə HR sadəcə yumşaq işdir fikirləşirlər. Xeyr, HR bəzən ən çətin qərarları verdiyi yerdir əslində. Üçüncü mif deyərdim ki, HR rəhbərin tapşırığını yerinə yetirir kimi fikirləşirlər. Əslində bu belə deyil, HR rəhbərlə bərabər strateji tərəfdaşdır. HR işində sizə ən çox motivasiya edən nədir? Mənim üçün ən böyük motivasiya insanların inkişafını görməkdir. Açıq deyirəm. Çünki birinin ilk müsahibəsindən keçib uğurlu əməkdaşa çevrilməsini görmək HR üçün ən gözəl hissdir. Mənim üçün isə çox böyük bir motivasiyadır. HR olmaq üçün hansı bacarıqlar vacibdir? HR olmaq üçün empatiya, dinləmə, analiz qabiliyyəti, obyektivlik. Bu hamısı bacarıqlardır, lakin ən əsası mən deyərdim insan olmaqdır. Çünki HR həm psixoloqdur, həm strateqdir, həm də bəzən dostdur. HR olmaq sizi şəxs kimi necə dəyişdi? Əslində mən düşünürəm ki, mən daha səbirli və anlayışlı oldum. İndi hər kəsdə potensial görürəm. Hər kəsi namizəd kimi olmasa da bir talant kimi görürəm. Məncə bu məndə doğrudan da dəyişdi və hər HR-da da bu bacarıq olmalıdır zənnimcə. Sizcə HR sahəsində qadınlar daha çoxdur, yoxsa kişilər? Və bu nəyə görə belədir? Bəli, əslində HR sahəsində qadınlar biraz çoxdur. Çünki bu sahə daha çox emosional zəka, dinləmə və empatiya tələb edir. Amma bu o demək deyil ki, kişilər burada uğurlu ola bilməz. Əksinə, balanslı komandalar daha güclü olur. Yəni həm kişi, həm qadın komandaları əslində mənim öz rəhbərim də kişi HR-dır. Ona görə belə deməzdim. HR işində texnologiyanın rolu necə dəyişib? Əslində artıq çox şey rəqəmsallaşıb. CV yoxlamaqdır, performans sistemləridir. Hətta işçi məmnuniyyətini bu gün ölçülməsi belə texnologiya sahəsindədir. Amma
bir şey heç bir zaman dəyişilməyəcək və heç bir texnologiya bunu əvəz etmir. İnsanla insani münasibət. Nəsbə xanım, HR peşəsinin əsas üstünlükləri hansılardır? Deyərdim ki, əvvəla insanları daha yaxından tanımaq və onların potensialını ortaya çıxarmaq. İkincisi, təşkilatın inkişafına birbaşa təsir edə bilmək məncə. HR olaraq həm rəhbərliklə, həm də əməkdaşlarla balansı qorumaq bacarığı formalaşır. Üstəlik, hər gün yeni bir şey öyrənirsən, psixologiyadan tutmuş biznes idarəçiliyinə qədər. HR-ın mənfi tərəfləri bəs nələrdir? Ən çətin odur ki, insanlarla işləmək bəzən emosional olaraq çox yorucu olur. Bəzən qərar vermək çox çətin olur. Məsələn, illərlə işlədiyim bir iş yoldaşınla, illərlə onunla işləyirsən və hər hansı bir məqam gəlir ki, onu işdən azad etməli olursan, HR-ın da qərarı ola bilər, rəhbərliyin də qərarı ola bilər və bu müddət, bu proses özü biraz çətin prosesdir. Bir insani nöqteyi nəzərdən məsələyə baxdığımız zaman. Həmçinin HR çox zaman arxa planda qalır, amma bütün sistemin düzgün işləməsi onun üzərindədir. Burada stres və məsuliyyət səviyyəsi doğrudan da yüksəkdir. Nəsbə xanım, son olaraq bir sual da verim. HR olmaq istəyənlərə nə məsləhət görərdiniz? Əgər səbirli, empatik insanları dinləməyə bacara bilirsinizsə, HR sizə uyğun sahədir, bunu deyə bilərəm. Amma bu işdə sadəcə insanları sevmək kifayət deyil, həm də analitik düşünmə və strategiya qurmaq bacarığı doğrudan da vacibdir. Düzgün kommunikasiya, obyektivlik bu peşənin deyərdim ki, açarıdır. Son onu demək istərdim ki, insan resursları şirkətin ürəyidir və bu ürək insan sevgisi ilə döyünməsə heç bir sistem, heç bir texnologiya işləməz.